Bu yerleri görürsünüz. Necə hamısı kül, hamısı kömürdür. Amma bir dənə bu yer təmiz qalıb. Biz bu niyə təmiz qalıb? Çünki 4 və 6 yaşlı bacı qardaş bir-birini qucaqlayıblar. Burada yanıblar. O gün hamıya məlumdur ki, Astarada bir ev yandı. Ev yəni külə döndü. Evin yanmağı təsir eləmir. Bütün həyat yansın, bütün ev yansın, kül olsun. O bacı qardaşım burada əl-ələ tutub yanmağı, bak o adam yandırır. Mən buradan bütün Azərbaycan xalqına səslənirəm. Bu evdə çox ümidlər yandı. Bu evdə çox arzular, çox xəyallar yandı. Bu evdə gələcəyə dair o qədər fikirlər var idi. Hamısı yandı, kül oldu. Amma balaca bir ümid qalıb. Balaca bir ümid qalıb ki, ev sahibəsinin, bacımızın bətnində daha bir körpə var ki, o dünyaya gələcək inşallah bu yaxın. Gəlin əlbəəl verək, bu evi təmir eləyək bu ailə üçün. Onsuz da o valideynlərin, nə bilim, onlar bir ömür yaşayarlar, çox ağır olacaq bu otaqlar. Əsasən də o otaq. Mən deyərdim ki, bu ev təmir eləsələr, o otağı bağlasınlar. Tamam bağlasınlar, ambar eləsinlər. Orada yaşayış üçün olmasın. Bunlar üçün bir ev tikək. Olan oldu, hadisə oldu. Bu ailə üçün bu evi təmir eləyək. Bu soyuq qış günlərində gəlsinlər, köçsünlər yenə də öz evlərinə. Sizə and verirəm Allaha. Həyat davam eləyir. Biz nə qədər hadisələr görmüşük. Allah heç valideynə bala dağı çəkdirməsin. Bizlər də onun içində. Gəlin əlbəəl verək, bu evi təmir eləyək.